Hamıya salam. Bu gün riyazi məsələ dərsinin ikinci hissəsi olan sürət məsələləri ilə qarşınızdayıq. Sürət məsələlərdə bəzi hallarda imtahana düşə biləcək məsələ tiplərindən birisidir. Gəlin başlayaq. Deməli, birinci sual deyir ki, bir taksi Bakıdan Qazaxa gedərkən sürəti 70 km/saat, Qazaxdan qayıdarkən isə sürəti 50 km/saat olub. Taksi bu yolu 18 saata gedib, gəlib. Yolun uzunluğu nə qədərdir? Bildiyimiz kimi yolun uzunluğu S bərabərdir V T ilə tapılır. Buradan indi bizə verib V-ni. V 70-dir. 70. T neçədir bizdə? Bilmirik. Amma ümumi 18-dir elə. Deməli, gedəndə məsələn çıxıb 18 vurub 18 çıxaq T-yə. Bərabərdir. Qaydanda isə yenə 50 vurulsun T-yə. Bu nə belə yazıq? Çünki bax burada 70 ilə gedəndə vurur 18 çıxaq T-yə. Bu zamandır. Sürəti vurur zamana. Yol tapmaq üçün S bərabərdir. Eyni şey burada yazır. Yenə sürət vurulsun zaman. Burada 18 çıxaq T-yə vurur 70-i gedəndə. Qaydanda isə 50 km bölünsün saatı vurur eləcə zamana. Hesablasaq görərik ki, buradan alınacaq 77-ni vuranda 18-ə 126 ilə bir eləcək 126 bölünə 0 qoysan çıxılsın 70T bərabərdir 50 T-yə. Buradan bu tərəfə keçsək bunu eləcək necə? İndi buradan 120T bərabərdir 1260-a. Buradan da T bərabərdir 120 bir dəfə 60-sında 5 dəfə. Bəli, elədir. Düzüm dedim 120. Hə. On tamamda 5 dəfə alınır. Bəli, 10,5 T. İndi T-ni biz yuxarıda aparıb yerinə qoysaq. Məsələn, 50 vurulsun T-yə tapsaq. 50 vurulsun 10,5. Neçə edir bu? Eləcək 525 kilometr eləyir bizdə, bəli. Sürətləri 40 km və 60 km olan 2 dənə avtomobil məsafəni, arasındakı məsafə 500 km olan A və B şəhərindən qarşı-qarşıya eyni vaxt çıxdılar. Onlar çatışda görüşərlər. Ümumi yolu verib 500. Deməli, birinin sürəti 40-dır, birinin sürəti 60-dır. Bunlar deyir, neçə saatdan sonra görüşərlər. Yəni, 40x üstəgəlsin 60x. Bunu belə yazmaq olar. Baxın, sürətlər cəmliyə gəlin, 500-ü bölək həmin sürətlərin cəminə. Sürətlər cəmi 40 üstəgəlsin 60 bərabərdir 100. 500-ü bölürük 100-ə, edir neçə? 5. Deməli, bunlar 5 saata bir-birindən görüşərlər. Bir maşın A məntəqəsindən B məntəqəsinə 60 km bölünsün, saat sürətini həll edib. 40-la da geri qayıdır. Maşının orta sürəti nə qədərdir? Burada orta sürət, yəni V orta bu cür tapılır. Yuxarıda 2 V1 vurulsun V2. Aşağıda isə V1 üstəgəlsin V2-dir. Burada bu nəticə gəlir ki, 2 vurulsun 60 vurulsun 40 bölünsün 60 üstəgələk 40-a. Yəni 4800 bölünsün 100-ə. Alınır 48. Buradan bu nəticə gəldi ki, cavab eləyək 48-ə. Cavab C variantı. Durğun sürəti 18 km/saat olan qayıq çay üzərindəki körpü arasındakı məsafənin axın istiqamətində 15 dəqiqə, axına qarşı isə 30 dəqiqə gəlir. Çayın sürəti nə qədərdir? Baxın, deməli sürəti 18-dir. Çayın sürətinin bir-birinə qədərdir. Amma axın istiqamətinə gedəndə 15 dəqiqə gedir bunu. Yəni, biz bunu saata çevirsək 4-də 1 saata çevirə bilərik. Bizə dəqiqə misilək. Deməli, 18 qayığın sürətdir. Axın istiqamətində olanda su ilə qayığın sürəti toplanır, axına qarşı olanda isə çıxılır. Buna görə biz bilmirik qayığın sürətini. Yazdıq belə. Vurulsun 4-də 1-ə. 4-də 1 nədir? 15 dəqiqə demək. Yəni 1 saatın 15 dəqiqəsi 4-də 1 edir. Belə deyim. Bərabərdir. Axına qarşı deyilindi. 18 çıxılsın x vurulsun 2-də 1-ə. 30 dəqiqə 2-də 1 saat deməkdir. Yenə sürəti vurduq zamana tapırıq buradan S-i. S-də bərabərdir. Belə deyim. İndi hesablasaq görərik ki, buradan nə alınacaq? 18 üstəgəlsin x bölünsün
4 bərabərdir 18 çıxılsın x bölünsün 2. Hər tərəfi 4-ə vursaq, alınacaq bunu da getdi 18 üstə gəlsin x bərabərdir. Bu 4-ə vuranda 36 çıxılsın 2x qalır. Buradan da 18 bərabərdir nəyə? 3x-ə, x bərabərdir nəyə? 6-ya. Yəni cavab eləyir D variantı. Sürəti 40 km/saat olan motorlu qayıq gedəcəyi yerə axın istiqamətində 3 sola gedib, axına qarşı 5 sola qayıdır. Yenə çayın sürətini istəyir bizdən. Hesablayaq. Deməli 40 üstə gəlsin x, axın istiqamətində neçə gedib? 3 sola gedib. Bilmirik neçədir. Axına qarşı isə 40 çıxaq x vurulsun 5-ə. Bərabərdir. İndi buradan 120 üstə gəlsin 3x bərabərdir 200 çıxılsın 5x. Hesablasaq görürük ki, buradan 80 bərabərdir 8x-ə, x bərabərdir nəyə? 10-a. Yəni qayığın sürəti 10 km/saatdır. 7-2 maşın A və B şəhərlər arasında hərəkət edirlər. Belə ki, C maşını A-dan B-yə doğru gəlir. Gəlin buradan çəkək onu qrafikini. Məsələn, deyək buna A, buna deyək B. C maşını A-dan gəlir B-yə doğru. D maşını isə buradan gəlir A-ya doğru. Əgər maşınların sürətləri A və 80 olarsa, 50 və 80 olarsa və onlar 4 saat sonra eyni nöqtəyə çatırlarsa, şəhərlər arasındakı məsafə neçə kilometrdir? Asan bir sualdır əslində. Bayaq kimi 50 ilə 80 cəmləyirik, vururuq 4-ə. 130-u 4-ə vuranda 520 eləyir. Və asan, deməli bu şəhər arasındakı məsafə 520 km bölünsün, kilometr dərəcənə. 7-yə baxaq. Deyir sürəti 2 metr bölünsün saniyə olan bir şəxs 1 saata neçə kilometr yol gedər? Gəlin hesablayaq da. 1 saata. Məsələn 2 metr bölünsün saat. Ya da saniyə daha doğrusu. Vuraq bunu 1 saat gəlin saniyə çevir. Çünki saniyə verir bunu. Biz saniyə çevirsək 3600 eləyir o da. Yəni 1 saat bərabərdir 60 dəqiqəyə. 60 belə deyim 1 dəqiqə də bərabərdir 60 saniyə. Buradan belə çıxır ki, onda 60 dəqiqə bərabərdir 3600 saniyə. 3600 saniyə vuranda saniyələr getdi. 3600 də 2-yə vuranda 7200 metr. Bu da 7,2 kilometr edir. C variantı. Gələk indi qəbula düşmüş maraqlı suala. Deyir mühəndis hər gün saat 8-də vağzalda olur. O zavoddan çıxan xidməti avtomobil saat 8-də vağzala çatır. Deməli, bax burada elə bir ki zavoddan yazaq. Zavoddan çıxdı. Gəldi vağzala. Deməli deyir ki bizə 8-də deyək, yox, bir dəqiqə, hə. Saat 8-də vağzalda olur. Zavoddan çıxan xidmət avtomobil saat 8-də vağzala çatır və mühəndisi 8:30-da gətirib çatır bura. Yəni buradan bir də gəlir bura. Neçə saata? Yarım saata. Deməli bu evdə, zavoddan da doğrusu yarım saata tez çıxmışdı. Yəni 7:30-da çıxır. Gəlir yarım saata gəlir vağzala yarım saata qayıt təzən zavoda. Deyək ki bir dəfə mühəndis özü vağzala gəlir 7-də. 7:00-da gəlir vağzala. Buradan deyir avtomobil gözləyən piyada düşür yola. Və yolda avtomobil onu görür, götürür aparır zavoda. Bununla da deyir 20 dəqiqə tez çatır. Deyək ki bizə avtomobil zavoddan həmişə eyni vaxtda çıxır, yəni 7:30-da çıxır. 20 dəqiqə tez çatır. Hə, eyni yolla deyir orta sürətlə hərəkət edir deyir. Eyni yolla orta sürətlə hərəkət edir deyir. Avtomobilin sürəti mühəndisin sürətindən mühəndisin sürətindən neçə dəfə çoxdur deyir. Baxaq. Bax bu olsun məsəl üçün mühəndis. Çatdı bura 7:00-da. İndi buradan gəlir, piyada gəlir zavoda tərəf. Avtomobillə zavoddan 7:30-da çıxır. Deyir ki, həmkəşindən 20 dəqiqə tez çatır. Həmkəşindən çatıdır bu. 8:30-da. 20 dəqiqə tez çıxanda, alınır 8:10. Yəni bu adam 8:10-da çatıb artıq ora. Hə. 8:10 çatıb bura. Bu deməkdir ki, bu 7:30-da çıxıbsa, 8:10 gətirib qaytarıbsa,
GF gəlməyə nə qədər vaxt sərf edir? Gəlin çıxaq. 8:10 çıxılsın maşının çıxdığı vaxtı, yəni 7:30-u çıxaq. Bərabərdir 40 dəqiqə. Bu 40 dəqiqə GF gəlib, yəni 20 dəqiqə gedib, 20 dəqiqə də gəlib. 20 dəqiqə getsə deməli bunu necə görüşürlər bunlar? 7:50-də görüşürlər. Yəni bu da buradan piyada nə qədər yol gəlib? 50 dəqiqə yol gəlib. Bax bu yolu bu gəlib 50 dəqiqəyə. Bu da 20 dəqiqə gəlib bura. İndi deyir ki bizə maraqlı isə buradan sonra başlayır. Deyir ki avtomobilin sürəti mühəndisin sürətindən neçə dəfə çoxdur? Mühəndis 50 dəqiqə çatıb bura. İndi bax bu hissəni bu normalda maşın neçə dəqiqə çatacaqdır? 10 dəqiqə. Niyə? Çünki 30 dəqiqə demişik ki buradan bura qədər yola gəlir. Deməli 30 dəqiqəyə zavoddan gəlir vağzala 30 dəqiqəyə. 20 dəqiqə qədər gəlib bura qədər. Yəni götürüb mühəndisi burada götürübdü yəni. 50 dəqiqənin tamamında 7:50 götürüb bunu. Yaxşı. 50 dəqiqə bu gəlibsə, həmən o hissəni, bu gəldiyi hissəni neçə dəqiqə tamamlamalıdır bu maşın? 20 dəqiqə, 10 dəqiqə. Çünki 20 dəqiqə gəlib qalıb 10 dəqiqəsi. Zavoddan vağzala gəlmək üçün 30 dəqiqə gəldi, 20 dəqiqə gəlib qalıb 10 dəqiqəsi. İndi bu deməkdir ki, onda mühəndis 50 dəqiqə gəlibsə həmən yolu, maşın gəlib 10 dəqiqəyə. Yəni tərs mütəsimdən baxsaq, burada 50-ni bölsək ona, alınacaqmı 5? Yəni mühəndisin itirdiyi vaxt 5 dəfə daha çoxdur. Bu deməkdir ki, avtomobilin sürəti ondan 5 dəfə yüksəkdir. Cavab olur bu da 5. Bu da belə. Sürət məsələləri də yekunlaşdı. Növbəti dərsdə görüşərik. Sağ olun.